Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allahu Teala bu cümə günündə bütün müsəlmanların ibadətlərini qəbul etsin. Allah Teala bütün müsəlmanların dualarını qəbul etsin inşallah. Allahu Teala'nın lütfi ilə və sonsuz mərhəməti ilə bu cümə günü bizlərə nəsib oldu. Allah Teala'nın verdiyi bütün nemətlərə görə Allah Teala'ya həmd, sənalar olsun. Və Allah Teala'nın gözəl adları barəsində danışırdıq. Əl-Qəni ismində qalmışdıq. Əl-Qəni, yəni Allah Teala çox zəngindir və ehtiyacsızdır. Və biz keçən cümə günündə danışdıq maddi zənginlik barəsində, maddi imkanların geniş olması barəsində danışdıq. Bu günləri inşallah maddi fəqirlik barəsində, maddi kasıblıq barəsində danışacağıq. Quran-ı Kərimdə Allah Teala Ər-Rəd surəsinin 26-cı ayəsində buyurur: Bismillahirrahmanirrahim. Allahu yəbsutur rizqə limən yeşa və yəqdir. Allah Teala istədiyi bəndəsinin ruzisini azaldır, istədiyi bəndəsinin ruzisini saxlayır və istədiyi bəndəsinə geniş, bol ruzi əta edir. Və Allah Teala'nın adlarından biri Ər-Rəzzaqdır. Rəzzaq, yəni ruzi verən. Bizim ruzi verənimiz Allah Teala'dır. Bizə ruzi verən Allah Teala'dır. Yer üzündəki bizə gələn maddi gəlirlər Allah Teala'nın yer üzündə olan vasitələridir. O həmin vasitələrlə bizə gəlib o ruzi çatır. Və o cümlədən qeyd etmək istəyirəm ki, maddi fəqirlik, maddi cəhətdən kasıb olmaq Allah Teala'nın imtihanlarındandır. Keçən cümə günündə biz danışdıq, dedik ki, Allah Teala bəzən verir, imtihan edir, bəzən vermir, imtihan edir. Məsələn, bəzi insanlara bol ruzi verir, imtihan eləyir ki, görün bu bol ruzini digər insanlarla paylaşacaq, yoxsa yox. Yaxud bəzi insanlara vermir, imtihan eləyir bu mənada ki, görün o şükründə, səbrində yenə də qalacaqmı, ya yox. Allahu Teala'nın bu imtihanlarına misal olaraq Hz. İbrahim əleyhissalamın həyatından bir nümunə qeyd etmək istəyirəm. Allahu Teala bilirik ki, İbrahim əleyhissalamı neçə imtihanla imtihan edib. İbrahim əleyhissalam neçə imtihanla imtihan olub. O cümlədən Allahu Teala İbrahim əleyhissalama vəhy edir. Əvhəllahu Teala ilə İbrahim əleyhissalam. Allah Teala İbrahim əleyhissalama vəhy edir. Fəqalə yə İbrahim. Allah Teala buyurur ki, ey İbrahim, xələqtukə, səni mən yaratmışam. Xələqtukə, səni mən yaratmışam. Vəbtələykə, və səni imtihanlarla imtihan etmişəm. Binəri Nəmrud. Nəmrudun odunu xüsusi ilə Allah Teala qeyd edir. Nəmrudun odu ilə imtihan olunmusan. Allah Teala buyurur ki, وَرَفَعْتَ أَنْكَ السَّبْرِ. Allah Teala buyurur ki, ey İbrahim, birdən səni fəqirliklə imtihan edəsəydim. وَرَفَعْتَ أَنْكَ السَّبْرِ. Səbri də səndən götürsəydim. Fəma təsnə, sən neyniyərdin? İmam Əli əleyhissalamın kəlamlarında var. İmam buyurur ki, həmin kəlamlarda bir neçə xüsusiyyət var. Hər kəs ona riayət etsə, mən söz verirəm. Mən vəd verirəm ki, onlar həm dünyada, həm də axirətdə xoşbəxt olacaqlar. Mən söz verirəm. Onlardan biri budur ki, İmam Əli əleyhissalam buyurur. O həmin xüsusiyyətlərdən biri budur ki, adam fəqirdir, fəqirliyinə səbr edir. Adam kasıbdır, kasıblığına səbr edir. Naşükürlük eləmir, şikayət eləmir.
razıdır Allah Taala'nın verdiyi təqdirə. Allah Taala Həzrəti İbrahim əleyhissalama da bu cür buyurur. Buyurur ki, ey İbrahim, əgər səni kasıblıqla imtahan edəsəydim, fəqirliklə imtahan edəsəydim, fəma təsnə, sən nə edərdin? İbrahim əleyhissalam buyurur ki, ya Rəbbi, ey mənim Rəbbim, əl-füqəra ilə əşəddə min narin nəmrud. İbrahim əleyhissalam buyurur ki, ilahi, o ki fəqirlik var, kasıblıq var, o kasıblıq Nəmrudun odundan pisdir. Nəmrudun odunda yanmaqdan daha pisdir. Fəqirliyi İbrahim əleyhissalam buyurur ki, çox böyük imtihandır. Hədislərdə var ki, fəqirlik gələn qapıdan iman çıxar. Çox az fəqirlər olur ki, səbr edirlər. Hələ səbirlərinin müqabilində nə mükafatlar alacaqlar, onlar barəsində danışacağıq bu günləri. Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmdən soruşdular. Suilən ənin nəbi, Peyğəmbərdən soruşdular ki, məl fəqr, fəqirlik nədir Peyğəmbər? Həzrət buyurdu ki, xəzənətun min xəzainillah, Allahın xəzinəsindən olan bir xəzinədir. Peyğəmbər fəqirliyi nemət qərar verir, nemət bilir. Bilirsiniz, Peyğəmbərimiz özü də kasıb dolanıb və buyurub ki, kasıblıq mənim üçün iftixardır, kasıblıq mənim üçün fəxirdir. Neçə şey var, kəlamda var ki, deyir, utanmayın. Birincisi budur ki, adam gərək kasıbçılığından utanmasın. Nə üçün də utanmalıdır adam kasıbçılığından? Allah Taala'nın verdiyi təqdirdir və mən də buna razıyam. Düzdür, adam çalışmalıdır, səy göstərməlidir, ruzu dalınca getməlidir. Amma əldə etdiyi ruziyə razı və qane olmalıdır. Peyğəmbərimiz buyurdu ki, Əl-fəqr xəzanətun min xəzainillah. Fəqirlik Allahın xəzinəsindən bir xəzinədir. Növbəti şəxs sual verdi. Qilə saniyən, ikinci adam dedi. Dedi ki, ya Rəsulallah, məl fəqr. Dedi, ey Peyğəmbər, fəqirliyi başqa nə mənada deyərsən? Bilirlər ki, Peyğəmbər və ali Peyğəmbər hikmət çeşməsidir, hikmət bulağıdır, elm mənbəsidir. Bir sözü daha neçə mənalarla gözəl şəkildə ifadə edə bilirlər. Və o səbəbdən bir nəfər də soruşur ki, Peyğəmbərdən ki, Peyğəmbər, fəqirlik nədir? Həzrət buyurdu ki, kəramətun minəllah, Allah Taala tərəfindən bir ikramdır. Əgər Allah Taala bir bəndəsinə fəqirlik nəsib eləyibsə, Allah Taala'nın bəndəsinə olan kəramətidir, hörmətidir. Üçüncü şəxs durdu, dedi ki, ya Rəsulallah, qilə salisən, məl fəqr. Üçüncü şəxs dedi, Peyğəmbər, fəqirlik nədir? Həzrət buyurdu ki, şeyun lə yutiyəhullahul ənbiyəyi mursələ. Deyir, fəqirlik elə bir xüsusiyyətdir, elə bir haldır ki, Allah Taala mürsəl peyğəmbərlərinə fəqirlik verməyib. Elə bir dəyərli bir nemətdir ki, hələ onlara bu nəsib olmayıb. Düzdür, peyğəmbərlərin içərisində fəqir olan, kasıb olan peyğəmbər olub. Amma buyurur ki, bəs o həmin şəxslər içərisində olmayıb. O, müminən, kərimən, Ələllahi Taala, yaxud Allah Taala hörmət etdiyi möminə o həmin xüsusiyyəti nəsib etməyib. O cür əzəmətli, o cür gözəl Peyğəmbər fəqirliyi izah eləyir və başqa bir kəlamında var ki, Peyğəmbərimiz buyurur ki, fəqirlər, kasıblar Allah Taala'nın dostlarıdır. Allah Taala'nın dostlarıdır. Və o cümlədən Allah-u Taala'nın bu əta etdiyi nemət barəsində danışdığımız zaman kasıblıq məsələsində diqqət çəkilən məsələlərdən biri budur ki, düzdür, bugünkü yaşadığımız həyatda pul lazımdır. Yaşadığımız həyatda pul lazımdır. Pul çox şeyi həll eləyir. Bugünkü dünyamızda pul çox şeyi həll eləyir. Amma hər şeyi həll eləmir.
Pul çox şeyi həll eləyir, amma hər şeyi həll eləmir. İkinci məsələ budur ki, xoşbəxtlik pulla deyil. Mümkündür adam evdə duz çörək yesin, soğan çörək yesin, amma evdə huzur var, xoşbəxtlik var. Adam var evdə yağbal içində yaşayır, amma o xoşbəxtlik yoxdur o evin içində. Xoşbəxtlik pulla həll olunmur. O cümlədən Allah Taala buyurur ki, kasıblar barəsində ki, kasıb möminlər, imkansız iman sahiblərini evləndirin. Nur surəsində Allah Taala buyurur ki, və ənkihul əyəmə minkum və səlihinə min ibadikum. Hətta qul olsalar, kəniz olsalar belə subayları evləndirin. Allah Taala ayənin ardıcı buyurur ki, in yekunu fuqaraa yughnihumullahu min fəzli. Əgər onlar kasıblıqdan qorxsalar, kasıbçılıqdan qorxsalar, Allah Taala deyir, həqiqətən öz fəzlindən ruzu verəndir. Və hətta Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin yanına bir nəfər cavan gəlir, deyir, Peyğəmbər, mənim ruzum azdır, neyniyim? Peyğəmbər buyurur ki, get ailə həyatı qurquna, get evlənginə. Həzrət buyurur ki, get evlənginə. Həmin cavan deyir ki, Peyğəmbər, özüm güclə dolanıram. Ailə qursan daha da çətin olar. Peyğəmbərimiz buyurur ki, inşallah ki, Allah Taala ruzu bəxş edər. Bu həmin cavan evlənir, doğrudan da ailəsi daha da çətinliklə rastlaşır. Birinci övlad olur, ruziləri düzəlir. İkinci övlad olur, ruziləri biraz daha düzəlir. Üçüncü övlad olduğu zaman öz həyatı müəyyən qədər qaydasına düşdüyündən Peyğəmbərin yanına yollanır. Deyir ki, Peyğəmbərə öz halından xəbər verir. Deyir, Peyğəmbər, narahatam, bu qədər ruzi gəlmirdi mənə. İndi Allah Taala mənə elə ruzi nəsib edib. Narahatam ki, bu ruzi halaldır, ya haramdır. Həzrəti Peyğəmbər buyurur ki, bu həmin sənin övladlarının ruzisidir. Bu sənin ailəvin ruzisidir ki, Allah Taala bunu sənə bəxş edib. Bir zamanlar İslam dinindən əvvəl övlad uşaqlarını, yaxud qız uşaqlarını kasıbçılıq qorxusundan öldürürdülər. Uşaqları kasıbçılıqdan öldürürdülər. Bəlkə indiki zamanımızda da var, uşaqları qətlə yetirirlər ana bətnində. Allah Taala qadağan edir. Allah Taala buyurur, Ən'am surəsinin 151-ci ayəsində. Allah Taala buyurur ki, وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ. Övladlarınızı öldürməyin kasıbçılığa görə. Pulunuzun az olmasına görə övladlarınızı öldürməyin. Nəhnu nərzuqukum və iyyahum. Sizin də ruzinizi verərik, onların da ruzisini verərik. Sizin də ruzinizi verərik, onların da ruzisini verərik. Bəs Allah Taala tərəfindən xüsusi bir diqqəti var, ehtiyaclı, kasıb insanların. O cümlədən Həzrəti Peyğəmbərə müraciət edirlər. Həzrəti Peyğəmbərə səhabələr müraciət edirlər. Rəculun minəs-səhabə, səhabələrdən bir nəfər deyir, fəqalə ya Rəsuləllah, ey Allahın Rəsulu, fəmən cəzəu mu'minun fəqirun yəsbiru alə fəqrih. Peyğəmbər o mömin ki, kasıbçılığına səbr edir, onun əcri nədir? Onun mükafatı nədir? Bəziləri başqa cür deyirdi. Deyirlər ki, Peyğəmbər, bizim imkanlılar kimi pulumuz yoxdur həccə getməyə, sədəqə verməyə, məscid təmir eləməyə. Demək, Allah Taala yanında bizim əcrimiz azdır, bizim mükafatımız azdır. Bizim də pulumuz olsaydı həccə gedərdik. Pulumuz olsaydı kasıblara əl tutardıq. Pulumuz olsaydı məscid təmir edərdik. Pulumuz olmadığından bizim əcrimiz də azdır. Həzrəti Peyğəmbər cavab verir. Buyurur ki, İnnə fil cənnəti qurfətun. Cənnətdə bir otaq var, cənnətdə bir ev var. Min yaqutin həmrəun. Qırmızı yaqutdandır. Min yaqutin həmrəun. Qırmızı yaqutdandır. Yənsuru əhlil cənnə.
Cənnət əhli o həmin evə baxır, o həmin evlərə baxır. Görəsən Allah Taala kimə nəsib eləyəcək, o evlərdə kimlər qalacaq, o evlərin sakinləri kimlərdir? Yənzuru əhlil cənnət ileyhə. Cənnət əhli o evlərə tərəf baxır. Kəma yənzuru əhlil ərd ilə nücumis səmə. Necə ki, yer əhli göydəki ulduzlara baxır, cənnət əhli də elə cənnətdə o həmin qırmızı yaqutdan olan evlərə baxır. Peyğəmbər buyurur ki, lə yədxulu fiyhə illa nəbiyyun fəqirun. O evlərə daxil olmayacaq, yalnız o şəxslər daxil olacaq. Kimlər? Nəbiyyun fəqirun, kasıb peyğəmbərlər. Nəbiyyun fəqirun, fəqir peyğəmbərlər daxil olacaq. Au şəhidun fəqirun, yaxud fəqir şəhidlər. Elə onsuz da şəhidlərin böyük əksəriyyəti fəqir ailələrdəndir, kasıb ailələrdəndir. Peyğəmbər buyurur ki, fəqir şəhidlər o evlərə daxil olacaqlar. O mu'minun fəqirun, fəqir möminlər həmin evlərə daxil olacaqlar. Yəni Allah Taala cənnətdə xüsusi bir kasıblar üçün imtiyazlar qərar verib, xüsusi bir fəzilətlər qərar verib. Hətta mən Dəstiği Bağanın Nəcm surəsinin təfsirində oxumuşdum. Dəstiği Bağa gözəl bir açıqlama verir fəqirlər barəsində. Bir Allah Taala fəqirlərə o qədər bəxşiş verəcək axirətdə. O qədər bəxşiş verəcək ki, onlar dünyada olan fəqirliklərini, kasıbçılıqlarını unudacaqlar. O qədər onlara bəxşiş verəcək, o qədər əta edəcək. O cümlədən Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm başqa bir kəlamında buyurur. Həzreti Peyğəmbər buyurur ki, Əkthiru mərifətəl füqara və təxizu indəhumul əyəd fə innəhu ləhum dəulətun. Həzreti Peyğəmbər buyurur ki, kasıbların çoxunu tanıyın. Əkthiru mərifətəl füqara. Kasıblarla çox əlaqə saxlayın, çox ünsiyyət olun. Və təxizu indəhumul əyədi. Onlara köməklik göstərin. Kasıblara köməklik göstərin. Fə innə ləhum dəulətun. Onların bir mal dövləti var. Peyğəmbər buyurur. Kasıbların bir mal dövləti var. Fə innə ləhum dəulətun. Səhabələrdən soruşdular və qalu, ya Rəsuləllah, və mə dəulətuhum. Peyğəmbər, onların nə dövlətləri var? Onların nə malları var, nə sərvətləri var? Onlara kasıbdılar. Həzreti Peyğəmbər buyurur ki, İzâ kânə yevməl qiyamə. Qiyamət günü olduqda fəqilə ləhum. Allah Taala tərəfindən nida olunacaq o kasıblara. Hansı kasıblara? Onlar ki, səbr eləyiblər. Onlar ki, Allaha şikayət eləməyiblər ki, İlahi, mənə nə üçün bu qədər az ruzu vermirsən? Verib və Allah Taalanın verdiyi ruziyə də razı olub, qane olub. Allah Taala tərəfindən nida olacaq onlara. Fəqilə ləhum unzuru ilə mən ətəməkum. Allah Taala nida edəcək. Baxın cəmaatın içərisində kim sizə yemək verib? Unzuru ilə mən ətəməkum. Baxın cəmaatın içərisində kim sizə yemək verib? Kəsrətun. Kim sizə yemək verib çox? Av səqəkum şərbətun. Kim sizə su verib içməyə? Kim sizə su verib içməyə? Av kəsəkum soğbən. Yaxud sizə paltar verib, cəmaatın içərisində baxın, kim sizə yemək verib, su verib, libas verib. Fəxuzu biyədihi, thümmənzu bihi iləl cənnə. Tutun onun əlindən aparın cənnətə. Allah Taala kasıblara şəfaət məqamı nəsib eləyir. Kasıblar qiyamət günündə şəfaət edəcəklər. Bəs o cümlədən İmam Əli əleyhissalamın kəlamı ilə söhbətimizi davam eləyirik. İmam Əli əleyhissalam oğlu İmam Həsənə nəsihət verir. Oğlu İmam Həsənə nəsihət edir. İmam Həsənə deyir ki, Lə təlumu insənən yətlubu qutəhu. İmam Əli deyir ki, oğlum, o insan ki öz ruzisinin dalıyca gedir, azuqəsinin dalıyca gedir.
Onu qınamayın. Onu qınamayın. Fəmən ədəmə qutəhu kəsrə xətaya. Deyir, o kəslərin ki, pulu azdır, cəmaat içərisində onlar kasıbları deyir. Cəmaat içərisində onlar günahkardılar. Cəmaat hamısı kasıbın üstünə yıxır. Nə baş verir, taxsır hamısı kasıbdadır. Ya bu nəyyə? Əl-fəqiru həqirun. Deyir, ey əziz oğlum, cəmiyyət içərisində adət budur ki, kasıblara hörmət eləmirlər. Bu yaxşı iş deyil. Peyğəmbərimiz buyurur ki, əgər bir nəfər kasıba salam verməyi ilə varlıya salam verməyi arasında fərq olsa, mənim ümmətimdən deyil həmin şəxs. Varlıya salam verəndə bir cah-cəlalla salam verir, xoş üzlə, gülər üzlə salam verir, amma kasıba salam verəndə bir qaşqabaqla salam verir, elə bir borca pul verir. Bu mənim ümmətimdən deyil. Həzrəti Peyğəmbər bu cür buyurur. Biz bilirik cəmiyyətdə imkanlı şəxslərə çox hörmət eləyirlər. Amma müsəlmanlar bərabərdir. Müsəlmanlar bərabərdir. İslam dini bu bərabərliyi insanlara çatdırır, təbliğ edir. Və hətta Bəhlul Danəndənin vaxtında Bəhlul Danəndə günlərin birində bir kasıb libas giyinir. Cəmiyyətdə bu cürdür. Ya adamın puluna görə, ya vəzifəsinə görə hörmət eləyirlər, ya giyindiyi libasa görə hörmət eləyirlər. Bəhlul Danəndə bir gün köhnə paltarları giyinir, gəlir oturur məclisin yuxarı başında. Bəhlul Danəndəni yerini dəyişə-dəyişə məclisin aşağı hissəsinə götürüb əyləşdirirlər. Növbəti gün bir məclisə gedəndə ən gözəl, ən bahalı libaslarını giyinir Bəhlul Danəndə. Məclisin ən aşağı hissəsində oturur. Onu hörmət edə gəlir məclisin yuxarı başına və yemək zamanı gəldiyi zaman Bəhlul Danəndə cəmaatın içərisində öz paltarlarına deməklə cəmaata bunu eşitdirir. Deyir ki, ey libasım, bu yeməyi mənə görə yox, sənə görə verirlər, yiyin bu yeməyi. Bu yeməyi sənə görə verirlər, mənə görə yox. İmam Əli əleyhissalam buyurur ki, kasıblar bu cür nədir? Kasıblar bu cürdür ki, Həzrət buyurur ki, Lə yəsmə'u kələməhu. Kasıbların sözünü eşitmirlər cəmiyyətdə. Kasıb söz deyir, heç kəs onun sözünə qulaq asmır. Və lə yurəfu məqaməhu. Heç onun məqamını da bilmir cəmaat. Kasıbın məqamını da bilmir cəmaat. Ləu kanə fəqirən sadiqən yüsəmmunəhu kazibən. Deyir, kasıb adam düz danışanda deyirlər ki, yalancıdır. Kasıb düz danışanda, doğru danışanda deyirlər, yalan deyir. Bunun şəxsən mən şahidiyəm. Bir imkanlı adam vardı, yalandan sözlər uydururdu, ətrafında olan insanlardan ona bəh-bəh deyirdi və sözündə təsdiq eləyirdi. Yəni, həqiqətən imamın sözü haqdır, mən görmüşəm bunu. Deyir, kasıb adam bu cürdür, düz danışır, yüsəmmunəhə kazibən, deyirlər, yalan deyir. Daha sonra İmam kəlamında buyurur ki, vəlo kanə zahidən yüsəmmunəhu cahilən. Kasıb zahidanə yaşayır. Kasıb dünyaya meylsiz yaşayır. Kasıb üçün deyirlər ki, bu cahildir, bu savadsızdır, bu köhnə fikirli adamdır. Bu köhnə fikirli adamdır, bu cür deyirlər. Ya bu nəyyə? İmam Əli əleyhissalam buyurur ki, ey əziz oğlum, bilginən ki, kasıbların Allah Taala'nın yanında xüsusi bir məqamı var və Allah Taala həqiqətən kasıblar barəsində xüsusi bir diqqət ayırıb dinimizdə olan iki vacibat, xumus və zəkat, kasıbların payıdır. Xumus və zəkatda Allah Taala kasıblar üçün xüsusi pay qərar verib və Allah Taala'dan duamız budur ki, hər bir halımızda Allah Taala bizlərə şükr etməyi nəsib eləsin. Allah Taala'dan duamız budur ki, Allah Taala bizlərə və bütün müsəlman bəndələrinə halal, minnətsiz, bol ruzu əta etsin.
Allah Taala'dan duamız budur ki, hər bir halımızda Allah Taala bizlərə səbr etməyi nəsib eləsin. Allah Taala inşallah bütün dualarımızı qəbul etsin.